Vahid müəllim, varmı belə bir əlimizdə belə bir işarə ki, yəni biz bunu gördüksə biz bu adamdan qaçmalıyıq. Yəni bu canidir, bu qatildir. Bunun əldə işarəsi varmı ki, gördüksə sən burada qaç. Yox, qaçma deyəndə ki, təbii ki, ehtiyatlı olmağına dəyər və o da bilir harda nə edir. Var əldə yəni qanun pozuntularının işarələri var. Narkotiklər o qədər, narkomanın əli görsənir. Hətta içində narkotik işarəsi. Mənə bir cavan uşaq müraciət etdi. 31 yaşı var idi. Əlini açan kimi gördüm, əlinin ortasında bir dənə buta var. Baş barmağının orta barmağı. O ailəyə və özəl həyata yəni cavab verir. Sağlamlıqda isə mədə bağırsağa. Buta şəklini çəkdim, belə bu formada. Əsl butaya oxşayır da belə. Dedim ki, sən narkotiklə məşğul olmusan. Hə, dedi, hardan bildin? Dedim, sənin əlində buta şəkli var. Ha, belə bir buta şəkli. Əlində idi. Hə, dedim, amma keçmişdə olub, onun sol əlində idi. Sol əlindədirsə... Hə, bununla bağlı tutulublar da, artıq mən onu tam, dedi, dostlarımın təsiri nə olub. Artıq mən onu da yollar göstərdim, biraz məsləhətlər verdim və gələcəyə çox yaxşı gəlirdi və dedim, tam qurğunu söyləyirsən. Onun bu şəhadət barmağı onların biraz başqa cür olur, dırnaq onlarda. Sonra olur cibgirlər, lotular, bəli. Pul qətləyənlər, nə bilim mən cürbəcür belə işlərlə məşğul olanlar. Onların şəhadət barmaqlarının dırnağı tam fərqli olur. Şəhadət barmağı, yəni... Bəli, fərqli olur. Sıraz seçilir digərlərindən. O sıraz bilinir ki, o işlərlə məşğul olub. Dəfələrlə mən demişəm, məcbur artıq onlar bunu etiraf ediblər. Çünki bu faktı axı. Və eyni zamanda əgərsə onun sağ əlində barmağın forması dəyişilibsə, deməli bu insan düzələcək. Baxır neçə yaşlıdır, 33-ə qədərdirsə. Yox, əgərsə eyni cürədirsə, deməli bu adam elə gizlində, üzdə bu işini davam etdirəcək. Var, məsələn, qazilərin əlində biraz başqa cür düşür. Yəni, belə lorul dersək, müharibədə olub, yəni insan tələf ediblər də, düşməni vurub öldürüblər. Onların da əlində düşür insan öldürmə izləri. Hətta orada. Düşür, amma cinayətkarın da əlində düşür. Onların əli ilə bu birisinin əlində fərq var. Məsələn, təxminən bilinir ki, Mars bürcündə müəyyən qarşılıqlar, qarmaqlar, X-lər, ulduzlar və sonra dairələr bu vuruşu göstərir. Ölüm olan yerlərdə vuruş və silah, yumru dairə silah deməkdir. Qarmaq ölüm olan yerdir. Krestlər təhlükələrdir. Ulduz işarələri ölümlə rastlaşma deməkdir. Yəni bunlar bir dənə bürcdə olanda bu deməli elə bir məkanda olub. Mənasını verir. Və eyni zamanda baş xəttində nöqtələr ayrı-ayrı durur nöqtələr. Bir vaxt xırda nöqtə o baş ağrıdır. Migren başqadır. Spazmalarda xırda xətlərdir. Amma əgər tutaq ki, o adamın əlindən bir cinayət çıxıb bilərsə, baş xəttində tündə olur rəng və eyni məsafədən bir nöqtə olur. Sanki tünd rəngdə nöqtə olur. Bir də ürəkdə də o təkrarlana bilər, ürək xəttində də. Onlar, məsələn, yenə deyirəm, hiss olunur ki, bu qazidir. Digər adamlardakı hiss olunur. Onların baş barmağında iki cür olur. Ya safsən qısa olur, özündən də aslı deyil, hətta iradəsinə tabi deyil. O, əslində onlar axmaq cinayətkardırlar. Bildinizmi? Dərk etmədin. Bəli, onlar sanki sırf şeytana xidmət edir. Və barmaqlar da biraz əyri olur, hətta barmağın ucunda bir balaca enəlmə hiss olunur. Dırnaqların forması, modeli, əlin içində neysə xətlərdə, rənglərində də nöqtələr də var. Amma bir də var ki, baş barmaq iri olsun, qüvvətli olsun. O artıq bunu məcburiyyətdən eləyib. Bildinizmi? Məcburi. Ola bilsin ki, məsələn, bir cinayət törədib, ya özünü müdafiə edib, ya da ki, artıq dözməyib onu edib. Bildinizmi? Yəni, burada artıq fərqlilik var. Aydın. Var xüsusi olaraq
barmaqların ucunda biraz şarvari model olur. Birincisi onlar həddən çox talantlı insanlardır. Bacarıqlı, hər işin öhdəsindən gəlir. Yəni onlar kəşf eləyirlər bir sıra şeylər, amma onların kəşfi məsələn ola bilsin ki, cinayət tərkibli daşısın hətta. Onlardan cinayətkar da çıxır. Bəzi hallarda, bəzi hallarda. Əgərsə tutaq ki, o bir alimsə, laboratorda işləyirsə, deməli o ölüm silahlarını icad eləyir. Başqa cəmiyyətə o xeyir vermək əvəzinə başqa bir metodlardan istifadə. Hətta alim belə olsa və yaxud da ki, sıravi adam olsa, artıq tətbiq eləyir. Məsələn, cəmiyyətdə öz eybəcərliyini. Bildinizmi?